Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasında keçirilən 34-cü ənənəvi Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib. Kollektiv vətənə 2 yüksək mükafatla qayıdıb. Dünyanın 30-dan çox ölkəsindən teatrların iştirak etdiyi 34-cü ənənəvi Beynəlxalq Fəcr Festivalında Lənkəran Teatrı maraqlı sujet xətti olan tamaşa ilə iştirak edib. İran dramaturqu Bəhrəm Beyzayinin İlan Sultan tamaşasına quruluşu rejissor Xeyrullah Təqyanipur verib. Tamaşa İran İslam Respublikasının 2 böyük şəhərində Təbriz və Məşhəddə nümayiş etdirilib. Lənkəran Teatrı aktyorlarının ifası tamaşaçılar və münsiflər tərəfindən yüksək dəyərləndirilib. Lənkəran Teatrının qoyduğu tamaşa həmin festivalda ən yaxşı tamaşa nominasiyası üzrə ən yaxşı tamaşa kimi qəbul olundu və bizə diplomlar verildi. Yəni, ən yaxşı rejissor işinə görə də bizim Lənkəran Teatrının hazırladığı İlan Sultan tamaşası ən yaxşı rejissor nominasiyası üzrə mükafata layiq görüldü. O da bizim İranlı rejissorumuz Xeyrullah Təqyanipur idi. İlan Sultan tamaşası haqqında Xorasan televiziyasında və İran mətbuatında xəbərlər yayımlanıb. Səhnə əsərinin qazandığı uğur Lənkəran Teatrının kollektivini ruhlandırıb. Çox möhtəşəm bir əsərdir və İranda da biz onu özümüzün gözlədiyimizdən də çox yüksək səviyyədə qarşılandıq və tamaşada çox yüksək səviyyədə getdi. İnanırsınız ki, hələ biz o İranda olan ab-havanın təsirindəyik, yəni o qədər bizi gözəl qarşıladılar. İlan Sultan tamaşasında Nigar xanım rolunu ifa edirdim. Təəssüratlarım çox zəngindir. Çox sevindirici bir haldır ki, Azərbaycan-İran teatrları arasında müqavilə imzalandı və Lənkəran Teatrında İran rejissoru Xeyrullah müəllim tamaşa hazırladı və mən bu tamaşada rol aldım. Lənkəran Dövlət Dram Teatrının kollektivi Bəhrəm Beyzayinin İlan Sultan əsərini İran İslam Respublikasında yenidən oynayacaq. Bu ölkəyə qastrol səfərinə dəvət alan kollektiv mart ayında 4 şəhərdə teatr sevərlərin görüşünə gedəcək. Hikmət Əliyev, Günel Habil qızı, Eldəniz Qurbanov, xəbərlər.